Xırdalan şəhərinin mərkəzində 2 və 9 saylı məktəblərin tam yaxınlığında, apartman tipli binanın 5-ci mərtəbəsində qanuni 3 otaqdan ibarət belə gözəl, səliqəli, əla təmirli mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Belə bir gözəl, səliqəli qonaq otağı var. Xırdalan şəhərinin mərkəzində 28-ci məhəllə deyilən ərazidə yerləşir. Binamız, yəni çox gözəl, əlverişli bir binadır. 2 və 9 saylı məktəblər isə tam yaxın bir ərazidədir. Gördüyümüz kimi belə bir gözəl, səliqəli qonaq otağımız var. Tam qanuni 3 otaqdır. Əla təmirlidir. Hal-hazırda mülkiyyətçi mənzildə yaşayır. Mənzilin istilik sistemi kombi sistemdir. Kombi və radiatorlar quraşdırılıb. Təmirdən sonra mənzildə çox az bir müddət yaşayış olub. İndi isə keçirik mənzilimizin digər hissələri ilə sizi daha yaxından tanış etməyə. Bu hissədə yerləşir mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olarkən solda sanitar qovşaqlarımız ayrı-ayrılıqda yerləşir. Bu hissədə sanitar qovşağı, bu hissədə hamam otağı. Mənzilin bütün kommunalları fasiləsiz olaraq verilir. Qonaq otağı da sizə təqdim etdim. İrəlilədikdə sağda mətbəxdir. Bu şəkildə. Daha irəli getdikcə sağdan daha bir yataq otağımız qarşılayır bizi. Tam qanuni 3 otaqdır. Yəni bütün otaqlara və mətbəxə pəncərə düşür. Burada isə yerləşir digər otağımız. Bu otağımızın da ölçüsü normaldır. Xırdalan şəhərin mərkəzi 2 və 9 saylı məktəblərin tam yaxınlığı 28-ci məhəllə deyilən ərazidə yerləşir binamız. Bina tam yaşayışlıdır. Bütün kommunallar fasiləsiz olaraq verilir. Sənəd şirkət daxili müqavilədir, yəni notarial qaydada alqı-satqı olunacaq. 77 kvadrat metrdən ibarətdir. Tam qanuni 3 otaqlıdır. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTok'dan izləyə bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Biz sizə onların satışında real bazar qiymətinə satılmasında köməklik göstərəcəyik. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.